Bilirsən, son vaxtlar qəribə bir şey hiss edirəm. Sanki insanlar artıq əvvəlki kimi yaşamır. Hamı var, amma sanki içində bir şey çatmır. Elə bil sadəcə günləri yola verir. Mən bəzən ətrafa baxıram. Görürəm ki, hamı nəyəsə çatmağa çalışır. Pul, uğur, status, amma içində bir boşluq var. Sanki heç nə tam yetərli olmur. Özümüzü o qədər yükləmişik ki, dayandığımız yerdə belə beynimiz susur. Bir də sosial media var ha. Halbuki mənim də olduğum bir yer. O ümumiyyətlə vəziyyəti lap qarışdırıb. Hamı orada xoşbəxt görünür, hər şey ideal kimidir. Amma sən bilirsən ki, real həyat o deyil. Yenə də istər-istəməz özünü müqayisə edirsən. Deyirsən ki, niyə mənim həyatım belə deyil? Bu da adamı içdən yeyir. Bir tərəfdən də həyatın özü ağırlaşıb, hər şey bahalaşıb, gələcək qeyri-müəyyəndir, insanlar yorulub. Elə bil hamı sadəcə ayaqda qalmağa çalışır, yaşamağa yox. Ən pisi də odur ki, insanlar bir-birindən uzaqlaşıb. Əvvəllər oturub saatlarla söhbət edirdi, indi hamı telefondadır. Yazışırıq, amma hiss yoxdur. Yan-yana olsaq belə yenə ayrı-ayrıyıq. Bilmirəm, bəlkə də problem həyatın özündə deyil. Bəlkə problem ondadır ki, biz hər şeyi çox mürəkkəbləşdirmişik. Çox şey istəyirik, amma nəyin bizi həqiqətən xoşbəxt etdiyini unuduruq. Bəzən düşünürəm ki, xoşbəxtlik böyük şeylərdə deyil, o sadə şeylərdədir. Rahat bir söhbət, sevdiyin insanla vaxt keçirmək, ya da sadəcə sakit bir an. Yəni demək istədiyim odur ki, bəlkə biz yenidən yaşamağı öyrənməliyik. Sadəcə mövcud olmağı yox, həqiqətən yaşamağı. Bilirsən, biraz əvvəl nə danışırdıq? O his var ha, sanki insanlar artıq yaşamır, sadəcə günləri keçirir. Mən də uzun müddət elə hiss etmişəm. Elə bir dövrə düşürsən ki, nə etsən yetərli olmur, özünü itirirsən, istədiyini bilmirsən. Hətta bəzən düşünürsən ki, mən ümumiyyətlə nə üçün yaşayıram? Amma sonra bir şey anladım. İnsanın həyatında ən böyük boşluqlardan biri özünü lazımsız hiss etməkdir. Yəni sən özünə dəyər qatmayanda, nəsə yaratmayanda, nəyəsə nail olmayanda o boşluq daha da böyüyür. Məhz buna görə mən başladım öz üzərimdə işləməyə. Dedim ki, niyə kimdənsə asılı olum, niyə öz ayaqlarım üstündə durmuyum? İnan, asan deyil. Heç kimə də demirəm ki, hər şey birdən-birə dəyişir. Amma ilk addımı atanda sanki içində nəsə oyanır. Xüsusilə qadınlar üçün bu çox vacibdir. Çünki biz çox vaxt özümüzü arxa plana atırıq. Başqaları üçün yaşayırıq, amma özümüz üçün yox. Amma qadın olanda və öz pulunu qazananda bu sadəcə pul deyil, bu özünə inamdır, azadlıqdır, seçim haqqıdır. Mən də bu yolda addım atdım və gördüm ki, insan həqiqətən dəyişir. Özünü daha güclü hiss edirsən, daha dəyərli hiss edirsən. İndi mənim işlədiyim bu iş Fabelik şirkəti qadınlara özlərinə inanmağı, azadlığı və seçim haqqının olduğunu göstərir. Əgər sən də İşləmək istəyirsənsə, evdən oturaraq mənim kimi hər ay 1300 manat və artan gəlirə sahib olmaq istəyirsənsə, mütləq gəlib mənim komandamdan qeydiyyatdan keçməlisən. Mənim komandamda olan hər kəsə dəstəyəm, hər kəsə köməyəm və istəyirəm ki, mənim kimi hər kəs öz ayaqları üzərində durmağı bacarsın. Və ən əsası istəyirəm ki, başqa qadınlar da bunu hiss etsin. Çünki heç kim sənin həyatını səndən yaxşı dəyişə bilməz. Gəl, mənə inan, qoşul mənim komandama, əmin ol ki, sən də mənimlə birlikdə qazanıb öz uğurlarının sayını belə itir. Qadın qadının yurdudur.